Herkese salam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlərlə birlikte kurs sonrası Timurla rutinimi çəkirəm. Bilirsiniz ki, mən 10-cu sinifdəyəm və gələn il universitet üçün hazırlaşıram. Buna görə də Timuru kursa gətirdim və dedim ki, kursa gətirmişkən sizə də kurs sonrası rutin vlogu çəkim. Burada artıq kursdan çıxmışıq. Timur qızları çox sevdi, qızlar da Timuru çox sevdi kursda. Sizin yazdığınız bütün gözəl yorumların hamısını yerləşdirdim videoma. Gördüyünüz kimi video boyunca yazdığınız xoş sözləri və yorumları yerləşdirmişəm. Çox sağ olun, yaxşı ki, hər biriniz varsınız və belə gözəl yorumlar yazıb bizi sevindirirsiniz. Hər gün get-gedə daha da böyüyürük. Biz evə metro ilə gedirik, indi metroya doğru gedirik. Birazdan oralarda sizlərə çəkəcəm. Artıq metronu gözləyirik burada. Bu arada deyim ki, qatara mindikdən sonra çəkməyə, video çəkməyə icazə yoxdur. Ona görə də mən elə buradaca qatar gələnə qədər çəkə bildim. Qatar gələndən sonra mindik və evə çatdıq. Orada onu deyim ki, hələ də qatarı gözləyirik. Onu da deyim ki, bizi Instagramdan izləyin. Bu vlogun gəlməsini əvvəlcədən sizlərlə birlikdə Instagramda oyladıq. Şu an bu dəqiqə qıraqda gördüyünüz kimi oylamışıq və sizin istəklərinizin əsasında bu vlogu çəkirəm. Hal-hazırda qıraqda qoyduğum bizim TikTok hesabımızdır. Niyə? Bizi TikTokdan izləməlisiniz. Çünki TikTok hesabımızda daha çox qısa və relaxing tipli vloqlar gəlir. ASMR'lar da oradan gəlir. Hətta etdiyim Timura kiçik shoppinglər, məsələn 2 dənə tulum alıram falan, onların hamısını o dəqiqə TikTok hesabına çəkib qoyuram. Məncə TikToku izləməlisiniz, çox maraqlı olur orada. Amma yenə də siz YouTube vloglarımız təbii ki TikTokdan və Instagramdan daha çoxdur. Instagramda isə daha çox şəkillərini paylaşıram, rutinlər də paylaşıram təbii ki və günlük olaraq gördüyünüz kimi storylərimi paylaşıram. Hər gün demək olar 7-8 dənə story atıram sizlərə. Burada artıq biz metrodan çıxmışıq. Dediyim kimi metroda çəkilişə icazə yox idi. Və evə doğru gedirik. Vlogumuz qısa olubdur, 5 dəqiqədə, amma olsun. Yenə də çalışdığım qədər maraqlı vlog çəkməyə çalışmışam sizlərə. Burada artıq metronun tuneldəyik. Tuneldən elə çıxan kimi bir xeyli gedəcəyik. Ondan sonra evdə olacağıq. Burada da gördüyünüz kimi şəkilləri biraz çəkdim sizlərə. Həqiqətən çox maraqlı vlog alındı. Mən çox sevdim, çox əyləncəli idi çəkərkən. Sizə daha çox belə video vloqlar gəlsinmi, gəlməlidirmi? Bir də əgər bu pişiyə baxın necə də şirindir. Bir də əgər ağlınızda video fikri varsa mütləq aşağı yazın. Çünki video çəkəcəyim fikir ağlıma demək olar gəlmir. Məsələn, yəni tam olaraq bu videoda mən nə etməliyəm şəklində ağlıma heç video fikri gəlmir. Əgər fikirləriniz varsa yazın. Bir də Timura yeni tulumlar alacağam. Bunu da yenə təbii ki Instagramdan sizlərə paylaşacağım. Onu da yenə Instagram hesabından bizi takip edin ki Timura yeni alacağım tulumları əmrinizi siz görəsiniz. Burada artıq evə çatırıq. Çox az qaldı evə çatmağımıza. Həqiqətən Timur çox yorulubdu. Timurdan mən daha çox yorulmuşam. Çünki neçə saat dərsdə olmuşam, dərsə qulaq asmışam, tapşırıqları yazmışam falan. Yəni ona görə bayağı yorğunam. Evdə vlog sizlərə çəkə bilməyəcəm. Elə isə bay. Kanalıma və videoma abunə olmağı, like atmağı və yorum yazmağı unutmayın. Sevilirsiniz. Bay.